Samir bəy, dediyim kimi də onu gərək birinci təzə qoymayasan formalaşmağa. Formalaşandan sonra çətin olur çıxmağa. Onunki də yenə Perex ilə qarqaradır. 3%'li Perex ilə. Ondan sonra soda ilə qarqara içinə də bir 5 damcı yod əlavə edirsən. Sonra pis addan bir bal sorursan. Gül xətmi, dazotu, çoban yastığı, şalfi bitkisini dəmləyirsən. Onunla həmi parını alırsan, həmi qarqara eləyirsən. Çoban yastığı, gül xətmi, dazotu, çoban yastığı, gül xətmi, şalfi, dazotu. Hamısını bir yerdə dəmləyirsən. Hamısı bir yerdə. Əgər bronxlarda yığıntı varsa, onu çıxartmaq çətindirsə, Samir bəy, onu da kartofu yuyursan, qabıqlı doğrayırsan qazanda, su tökürsən, yanına da bitkilərinə nəsə əlavə edirsən və yarpız mı, nanəmi, nəmi, qaynar su, qoy görüm. Bitkidə bu sənə bu xeyli verirsin. İçinə də zoğal mürəbbəsi at, biraz tərpin alsın. İsti-isti dilinə, bununki belə olanda qaynar sudur. Qaynar su çatan kimi dayandırır. Bir mövzuzədir. Demək, kartofun qaynadırsan bitkilərlə, qaynamağa düşəndə hamam dəsmalını salırsan başına, onun parına nəfəs alırsan və o nə var çıxar, o par daxil olur bronxlara, oradakı yığıntını təmizləyir Samir bəy. Ondan sonra xeyli rahat nəfəs alır. Təsəvvür ki, böyüklər güclə atladırıb, uşaqlar neynəsini. Yəni, belə narahatçılığınız varsa, Doktor Seyfəddin klinikasında Doktor Seyfəddinin xüsusi məlhəmləri, məcunları köməyiniz ola bilər, hörmətli bizi izləyən izləyicilərimiz.